Hello, düşündüm ki bir günümü sizinle paylaşım. Əslində bunu ad günümdə eləmək istəyirdim, amma bəzi xoşa gəlməyən hadisələr yaşandığı üçün mən ad günümü vloglaya bilmədim. Çox da bir şey yaşamadım əslində. İndi sadəcə istəyirəm ki, Gürcüstanda bir gün nələr edirəm, onu detallıca sizlə bölüşüm. Artıq saat əslində 5-ə gəlir. Günümün yarısını keçirtmişəm. Ev işləri, səhər yeməyi falan filan dərkən. Aha, indi bu saat 5'ten sonra çölə çıxmaq istəyirəm və düşündüm ki, niyə də bərabər hazırlaşmaq. İlk öncə makyaj edəcəm, daha sonra əynimi geyinəcəm, kombi seçəcəm. Kombi seçib əynimi geyinəcəm. Daha sonra sizlə bərabər çölə çıxacağıq. Gəlin başlayaq. Artıq outfitimi də seçmişəm. Keçən videodan sizə məlum olan kimi bu köynəyi geyinirəm. Çox qəşəng material olan köynək və bu şalvarımı geyinəcəm. Bu da keçən videodan tema alış-verişimdən əldə etdiyim şalvarımdır. Köynək və şalvar bu olacaq. Üzərinə isə bunu geyinəcəm. Bunu Instagrama baxan bilir artıq budur. Çünki başqa üst geyimim yoxdur. Əslində var qara paltodur. Sadəcə onu mən maşına atdım və çox bərbad vəziyyətdə çıxdı. Mən də getdim bunu aldım. Bunu da buradan almışam. Təzədir. Çox görsəniz də bu təzədir. Bəli, artıq hazıram. Barmağıma fikrimin dırnağım qırıldı son an çıxa-çıxda. Çantamı götürəcəm. Ayaqqabılarımı geyinəcəm və çıxacağım. Amma ilk öncə çıxmazdan əvvəl təbii ki ətrimi vuracağım. Bu Bakıda yoxdur. İran parfümerin bir ətridir. Bunun da linkini Instagram səhifəsini aşağı qoyaram. İşte birdən xaricə getsəz alın. İndi bilmirəm son vəziyyətlərlə bağlı işləyirlər, işləmirlər. Amma yenə də çox qəşəngdir. Çox ferah bir ətri var. Hətta biz 2 dənə aldıq. Bir mən bunu almışam. Bir də bunu almışıq. 2 dənə parfüm. İkisi də Citrus Tropic aldı. Bu bilsiz nə? Əminlə bunun ətri Louis Vuitton'un Imagination ətri var. Kopya eynisidir. Yəni eyni. Yəni 300-400 dollar Imagination'a verəcəyinizə bunu ala bilərsiniz. Bizim bundan 30-40 manatdır. So, çantam təbii ki Michael Korsumu götürəcəm. Çantamın içində heç nə yoxdur. Belə bir darağım var. Barbie. Onu atacağım içinə. Saç nə deyirlər? Zakolka yox. Nəysə, Azərbaycan içinədir bunu. Atıram və təbii ki dodaq boyamız. Çünki kofe içməyə getmək istəyirəm. Bir də iPad'imi götürəcəm, biraz işləyəcəm. Mütləq ki bu gedəcək. O qədər dözümlü bir şey deyil. Rənginin qəşəng olmasına baxmayaraq ona görə götürürəm yanımdakı dodaq boyamı yeniləyim. Kepka taxacağam. Bilmirəm mən danışa bilmirəm. Sırğa taxım yoxsa yox düşünürəm. Çünki kepka taxacağam. Əslində kepka ilə çox qəşəng olur. Ayaqqabılarımız da geyinə çıxar. Bəli, hal-hazırda bizdə yağışlı hava hakim sürür. Biz də arkadaşlarla gəlmişik kofe içməyə. Deyirlər cəmaət bu yağışlı havada qorunmaq üçün şeyə girir. Biz əksinə, bizə tərsinə işləyir. Heç yox, bilirsiniz nə edirəm. Mən vlog çəkəcəyim günü dəhşət yağış yağmalıydı da. Mən düşündüm ki, bugün sizi qəşəng yerlərə aparım, qəşəng yerlər görəsiniz. Amma anyway, bugün hal-hazırda biz şeydəyik, Dunkin'dəyik. Buranın kofesi çox qəşəngdir. Bir bura qəşəngdir, bura ikinci yerdir. Birinci yerdə isə şeydir. Burada Azərbaycanlı xala tapdıq. Anyway, kofelərimizi demişik, indi gözləyirik. Əslində yer olaraq çox qəşəngdir. Mənim kofelər anonim yazılar. Bəli, kofelərimizi aldıq. Burada belə tezgah açıblar. Əl işləridir. Bunlar daşlandı və hamısı təbii daşlardır. Hər biri. Hello. Burada da ballardır.
Elə, bu arada bunlar hamısı əl işidir. Özəlliklə də bu əl işidir. Bunu çox sevdim. Hardasa 200'ləri bizim pulla nə qədər eləyir? 150 manat falan eləyir. Haçapuri baby. Bu da onların Instagramı. Burada bütün binalar hamısı köhnədir. Əslində restorasiya olsa çox qəşəngdir. Sadəcə çox köhnədir. Xırda bir məncə zəlzələdə falan dağılma ehtimalları çox yüksəkdir. Burada kilsə var. Bu birsiz hansı kilsədir? Yaxın zamanda Gürcistan dini xadimi vəfat etdi. Onun oturduğu kilsələrdən biridir. Her programda çıkan mahallenin delisi. Welcome to Georgia. Burada belə şərabdan hazırlanan dondurmalar var. 5'ləri hardasa bizim pulla eləyir. 2 manat 50 qəpik və yaxud da 3 manat. Qapının gözəlliyinə, şirinliyinə baxıram. Göstərəcəm kesinliklə. Mən də şeylərdən. Bakın, o içindəkilər hamısı şərab başlıqlarıdır. Bəli, bu da məşhur saat. Yasaklanmadan önce. Hadi. And I just stood afraid of fate. If I don't take that step today, you'll vanish with the train, and I'll never see your smile again. Kamera açık olsun, bak burası fena. Açık açık. With a notebook and a grin, she's chasing skies I never made. Dr. Anil, why are you late? Miss Robius, what the hell, man? You carry the sun. Arada minnoş bir pişik var. Biz ona yemeği aldık. Çok qəşəngdir. Sen ne güzelsen. Bebeşen sen. Bebeşi var senin. Bebeşi var, bebeşi. Kibarda. Kibarda. Burada hər ümumiyyətcə məhəllədə, hər addım başı belə kilsələr görmək olur. Bizdə məscid olduğu kimi, burada da belə. Maraqlı bir yerə gəlmişik. Fabrika deyilən bir yerdir. She hums a tune I've never heard in languages I can't speak. She writes down cities on her wrist. Şöyle bir şey var. I sip my coffee, miss my cue, still anchored by my feet. Oo, mənə də kök göstərdi. Yerdən aynı olanda belə olmuş. And soon she won't be here. Oh, traveler.